Bizim paradda əziz qardaşım, Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı hörmətli Rəcəb Tayyip Erdoğan iştirak edir. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Erdoğan'ın liderliği ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və şanlı zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə, müttəfiqlik səviyyəsinə qaldırmışlar. Və bugün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür.